Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mirzəyeva Cünunlar Fes Akademiyanın tarix müəllimi. Əziz müəllimlər, bu gün sizə MİQ imtahanına, MİQ çərçivə sənədinə uyğun olan tarix ixtisas suallarını təqdim edəcəm. Bu sınağı bəyənin, maksimum paylaşın ki, ətrafınızda olan hər kəs sınaqdan yararlana bilsin. Bu kimi sınaqlardan da xəbərdar olmaq istəyirsinizsə, mənim kanalıma abunə ola bilərsiniz. Bildirişləri açıq saxlayın ki, hər dəfə yeniliklər olanda xəbəriniz olsun. İlk sualımızla davam edirik. Xəritəyə əsasən doğru cavabları müəyyənləşdirin. Verilənlərə baxaq. Ərəblərə və İslam dininə qarşı ciddi müqavimət göstərilib. Söhbət gedir cənubda Ərdəbil, şimalda Bərdə şəhərindən, amma sizə burada 4 və 5, yəni Dərbətlə Ərdəbil verilib, yanlışdır. Monqolların 2-ci yürüşündə xərac verərək dağıntıdan xilas olmuşdur. Bu birinci yürüşdə bəlkə keçərli ola bilər, amma ikinci yürüşdə bütün Azərbaycan Monqollar tərəfindən istila olunub və heç bir şəhər xərac verərək dağıntıdan xilas olmayıb. Salar dövlətinin paytaxt şəhərləri. Bilirik ki, Salar dövlətinin bir paytaxtı var, Ərdəbil. 3 yanlışdır. Ərəblərin hakimiyyəti dövründə 1 və 4, yəni Dərbənd və Qazaxda rabatlar fəaliyyət göstərir. Çünki Xəzərlərin hücumunu qarşısı almaq üçün həmən şəhərlərdə hərbi düşərgələr yaradılmışdır ərəblər tərəfindən. Xarəzmşahlara qarşı güclü üsyanlar baş verib. Baxaq, 2 və 3, yəni Gəncə və Təbriz şəhərindən söhbət gedir, məlumat düzgündür. Bu şəhərlərdə Xarəzmşah Cəlaləddinə qarşı güclü üsyanlar baş verib. Bəli, 4 və 5 C variantını müəyyən edirik. 2. Qızıl Ordu və Hülaki dövlətlərinin oxşar cəhətləri. Baxın, hər iki dövlət 13-cü əsrdə Monqol işğalları dövründə meydana gəlir və hər ikisi Cənubi Qafqaz uğrunda bir əsr mübarizə aparıb. Və həm Qızıl Orduda Özbək xan dövründə, Hülaki dövlətində Qazan xan dövründə İslam dini dövlət səviyyəsində qəbul olunub. 1, 2, 5, deməli B variantı düzgündür. Üçüncü sualımız, daha öncə baş vermiş xronoloji ardıcılığa aid bir sual. Mən hadisələrin illərini qarşısında qeyd edəcəm. Gəncədə qız məktəbi 1901, yuxarı ibtidai sinifli məktəbin açılması 1912, İlk Azərbaycan bədii filmi Neft və Milyonlar Səltənətində 1916, Füyuzat İşıq jurnalları 1905-7, Təbrizdə ilk teatr tamaşası 1909. Belə, daha öncə baş vermiş A variantı Gəncədə qız məktəbi. 4. Osmanlı dövlətində paytaxtın Bursa olduğu dövrə aiddir. Əziz müəllimlər, sizə paytaxtın Bursa olduğu dövrü yazıram. 1329, 1360, yəni paytaxtın Ərdəbil Ədirnə olduğu dövrə qədər 1329-dan 1362-ci illərdə paytaxt Bursadır. Baxaq, bu dövrdə dövlət ilk dəfə paşalıq və sancaqlıqlara bölünür və Bizans Anadolu torpaqlarından tamamilə qovulur. Söhbət Orxan Qazidən gedir və bu dövrdə paytaxt Bursadır. Amma Bizans, Bolqaristan, Serbiya Muradın dövrüdür, paytaxt Ədirnədir. Konstantinopolun tutulması 1453, Teymurilərlə mübarizədə məğlub olması Ankara fəlakəti. Burada sələbçilər üzərində qələbə hansı döyüşdən söhbət gedir? Niqbol döyüşü 1396 ki, burada gördüyünüz kimi paytaxt Bursa deyil. Sual 5. Səbəb-nəticə əlaqələrinin yanlış verildiyi bəndləri müəyyən edin. Belə yaxınlaşdırım. 1231. Marağa Təbriz Monqol istilasıdır. Sənətkarlar Herata yanlışdır. Qaraqoruma aparılır. 1. Səhvdir. Monqolların 2-ci yürüşün baş verməsi 1231 və Xarəzmşah Cəlaləddin bu xəbəri eşidib Azərbaycanı tərk edib Kiçik Asiyaya qaçır. 1477 Uzun Həsən bəli, Şərqi Gürcüstanı birləşdirib. Ağqoyunlu Osmanlı müharibəsi ilk, yəni Qoylu-Hisar. Ağqoyunlar Mehmedlə müharibəni dayandıraraq danışıqlara başlayır. Burada Sara Xatun diplomatik rol oynayır. Düzgündür. Və Monqolların 3-cü yürüşü Abbasilər xilafəti parçalanmağa yox, süqut edir. Bildiyimiz kimi 5 yanlışdır. 1 və 5 A variantını götürməlisiniz. Və sual 6. Doğru fikri müəyyən edin. Baxın əziz müəllimlər, Nizamiye mədrəsəsi Bağdadda Alp Arslan, bəli, həm də vəzir Nizamülmülk. Şərqdə ilk ali məktəb. Böyük Azərbaycan alimi Xətib Təbrizi 40 il Nizamiye mədrəsəsində dərs deyib. Mahmud Qaşqari tərəfindən Divan-ı Lüğət-i Türk əsəri 12-ci əsrə aid deyil, 11-ci əsrə aiddir. Uluqbəy Teymuri hökmdarı olmaqla yanaşı məşhur astronomdur, Osmanlı dövləti ilə əlaqələri var. Gül Əmir türbəsi isə Çingiz xanın yox, Əmir Teymurun
qəbri üzərində inşa edilib. Yəni bu yanlışdır. 3 məlumat doğru olduğuna görə C variantını götürməliyik. Sual 7-yə baxaq. Deməli, 1-ci Dünya müharibəsi gedişində baş vermiş yanlış cavabı müəyyən edin. Aha, İngilis Fransız qüvvələrinin Almanlara qarşı ilk böyük hücum əməliyyatı bəli sonmadı. İngilis donanması tərəfindən blokadaya alınan Almaniya hansı cavab əməliyyatı həyata keçirir? 1917 dəniz döyüşlərini gücləndirir. Düzdür. Dünya müharibəsinin gedişinə təsir göstərir ABŞ-ın bitərəflikdən imtina edərək müharibəyə qoşulması. Çünki Almaniyanın qeyri-məhdud sualtı əməliyyatlara başlaması buna bəhanə olur. Mülki hərbi cəmləri ziyan görür. Amma 1917 oktyabr çevrilişində bolşeviklər bu qərb cəbhəsi deyil, şərq cəbhəsində əməliyyatlar faktiki olaraq dayanır. Y variantı yanlışdır. Sual 8. Bizans imperatorluğunun mövcudluğu dövrünə, yəni 395-1453 aid deyil. Baxın, al qızılgül, ağ qızılgül 1455-də başlayıb. Feodallara müharibəsi Böyük Britaniya, İngiltərədə. Ona görə A variantını götürməlisiniz. Qüdsün sərhədçilərdən azad edilməsi, Təbəriyyə döyüşü, Səlahiddin Əyyubi, Bağdad, Toğrul 1055, Dərbənd Əmirliyi, Haşim Nüsraka 869. Türklər Qafqazda etnik amilə çevrilir. Səlcuq yürüşləri 11-ci əsr. 9-a baxaq. Verilmiş fikirlərdən neçəsi 1920-30 İrandakı vəziyyətə aiddir? İranda öz nüfuzunu yaymaq istəyən Britaniya onun daxili işlərinə bəli qarışır. Respublika uğrunda hərəkat Rıza Şah Qacarlar sülaləsini hakimiyyətdən devirir 1925 və qeyri-fars xalqlara qarşı paniranizm siyasəti həyata keçirilir. Şimal və Cənub arasında sərhədlər bağlıdır. İnzibati bölgü var 1937-də. 3 ostana bölünür. Burada deməli D variantı hamısı düzgündür. 10. 19-cu əsrin birinci yarısı Cənubi Azərbaycan tarixinə aiddir. Baxın, 1828 Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycan Qacarda qalır. Maku Urmiya istisna, digər vilayətlər əyalətə çevrilir. Məsəl üçün, burada Təmbəkü üsyanı 91, Vali üsyanı 1872, Babillər hərəkatının yatırılması 52, belə qeyd edim. Təcəddüd qəzeti 1917. 11-ci suala baxaq. Sual 11. Ağqoyunlu Yaqubdan fərqli olaraq Həsən Padşah. Deməli, dəyərli müəllimlər, Osmanlı dövləti ilə yaxın münasibətlər ikisinə aid deyil. Ərdəbil müşlərini Yaqub istismar edib. Şirvanla dostluq, qohumluq hər ikisinə aid oxşar cəhətdir. Daxili çəkişmələrin qarşısını ala bilmir. Yanlışdır. Amma Trabzon xəzinəsinin bir hissəsini 461 Mehmetdən alan, həm də 1467 Həsənəli üzərində qələbə qazanan bu Uzun Həsən adı ilə bağlı olduğuna görə 5-6 Y variantını götürməlisiniz. 12. Daha əvvəl baş vermişdir. Baxaq, Şərqi Göytürkün yaranması ilk Göytürkün parçalanması ilə bağlı 588, Qırğız üsyanı Uyğur dövlətinin dağılması 842, Qərbi Göytürk, yəni 588-də meydana gələn 7-ci əsrin 50-ci illərində Çindən asılı vəziyyətə düşür. Rəşidi xəlifələr dövrü 632-661 və Qutluq Becə Gül Xaqan, Karlov və Basmın düşməni birləşdirib, özünü Xaqan elan edir, Uyğur dövləti meydana gəlir 744. Baxaq, burada daha əvvəl, A variantı Şərqi Göytürk dövlətinin yaranması 13. Doğru variantı müəyyən edin. Qaradağ xanlığı süqut edən ilk xanlıq deyil, elə ilk xanlıqdır. Zəncan xanı, burada Qacar tayfası deyil, yəni Əfşar tayfasıdır. Yanlışdır. Biz yanlışları qeyd edək. Burada qoy yanlış yazın. Azərbaycanın şimal xanlıqlarına tabi etmək istəyən Əmiraslan xanın bu siyasəti uğursuz olur. Urmiyalı Fətəli xanın İrəvanı tabi etmək üçün ilk cəhdi uğursuz olsa da 1759-da aslı salıb. Və Fətəli xan 68-ci ildə 1768 Cavad xanlığını dinc yolla birləşdirir. Muğanda yerləşən bu xanlığı düzgündür. Yəni SDY, C variantı. 14. Birinci xas yürüyüşünə rəhbərlik edən hökmdarlar. Baxın, Almaniya, Fransa, İtaliya. Yəni 1, 5, 4. B variantı düzgündür. Sual 15. Amerika prezidentlərini görürsünüz. Franklin Roosevelt, Theodore Roosevelt. Baxaq.
Mehriban qonşuluq siyasəti Franklin və bitərəflik haqqında 1935 qanun verir. Böyük dəyənək Respublikaçılar Partiyasının bir müddət üzvü olub Roosevelt, Theodor, D və Y və hər ikisi xarici siyasətdə təcridçilik prinsipini tətbiq edib. D, Y, S, A, B. B variantı doğrudur. Deməli 16. 16-cı sualda Azərbaycan Xalq Cümhuriyyətinin 1919 dövlət quruculuğu tədbirini müəyyən edin. Y variantı parlamentdə vətəndaşlıq haqqında qanun qəbul edilir 1919-cu ildə. Mətbuat üzərində senzura 1918-dir. Bəli. Müəssisələr məclisinə seçkilər baş tutmur. Aqrar islahat haqqında qanun layihəsinin hazırlanması dövlət quruculuq tədbiri deyil. Hərbi Naziri 1918. Bəli, qeydlərinizi alın. 17. Uyğunluğu müəyyən edin. Deməli, burada 1988, 89 və 1990-cı illər görürük. Deməli, SSRİ-də ilk dəfə Xalq Deputatları Sovetinə alternativ əsaslarla seçkilərin keçirilməsi 1989-dur. Azadlıq meydanında etiraz mitingi, daha sonra Gəncə şəhərinin tarixi adının bərpa edilməsi 89-cu ildə olduğuna görə 2 yazıram. Azadlıq meydanında ilk etiraz mitingi 88, 1988, deməli 17 noyabr dirçəliş günü kimi tarixə düşür. Prezident vəzifəsinin təsis edilməsi 90, Naxçıvan SSR-nin tərkibindən çıxması haqqında qərar 90 və 1-ə B, 2-yə IC, 3-ə də D, Y variantı düzgündür. Sual 17. Daha doğrusu 18. Bəli, xəritə sualıdır. Xəritəyə əsasən haqqında məlumat verilməyən dövləti müəyyən edin. Mühəndis Qandinin müstəmləkəçilərə qarşı dinc mübarizə kampaniyası Hindistandadır. Sənaye inkişafını təmin etmək üçün 5 illik plan Rusiyadadır. 1971 BMT-yə daxil edilməsi Çinə aiddir. Torpaq islahatına görə pulsuz, yəni heç birinə aid deyil. 47-ci ildəki hissəyə parçalanması Hindistan, Pakistan. Bəli, 1979 Şah hakimiyyətinin devrilməsi İran. 1991 Damansk uğrunda mübarizə aparır Rusiya və Çin. Deməli, burada 5 Monqolistanla bağlı hər hansı bir əlamət yoxdur. 19. Xronoloji ardıcıllığı müəyyən edin. Bəli, 1-ci Türkoloji Qurultay 1926, Tanker tipli gəmi 1878, Vaqon sisteri 1880, Bakı-Batum neft kəməyi inşası 1930-da başa çatır, Bakı Ağ Neft Zavodçular İttifaqı 1893, 97. 2, 3, deməli 5, 1 və 4. 2, 3, 5, 1, 4. Deməli, dəyərli müəllimlər, sual 20. Artıq 50% sualı işləmişik. Rəvvadilər dövlətindən fərqli olaraq Şəddadilər dövləti Xəzərlərə qarşı mübarizə aparmışdır. Bəli, Salaylərin Arazdan şimaldakı feodal mülklərini özünə tabe etdi. Səlcuqlarla müqavilə bağlayıb onlara tabe oldu. Amma burada Oğuz yürüşləri hər ikisinə aid oxşar cəhətdə bütün şimali şərqidə vahid dövlətdə birləşdirən elə bir şey aid deyil. 1, 2, 3. B variantı düzgün olacaq. Şəddadilər dövlətinə aid olan məsələlərdir. Sual 21. Qaraqoyunlu dövlətinin mövcud olduğu illərə aiddir. Yəni 1410-68. Təbrizdə Teymuri və Əbubəkirə qarşı 1406 hələ ki Qaraqoyun dövləti yaranmayıb. Qoyluhisar döyüşü Ağqoyunları məğlub edilməsi bu yanlış məsələdir. Çünki Ağqoyunlular Qoyluhisar döyüşündə məğlub edilməyib. Göy Məscid abidəsi inşası 1465 Cahanşah götürülür. Qara Yusif 1412 Şirvanşahları tabe edir. Və Teymuri və Cəlalin Azərbaycandakı ağalığına son qoyulması 1408 Sərütrud, 1410 Təbriz Əsəd döyüşündə bilir ki, Qaraqoyun dövləti hələ meydana gəlməyib. 3 və 4 B variantı düzgün olacaq. Sual 22. 1912 qəbul edilmiş aqrar qanunun nəticələrinə aid deyil. Dövlət kəndlərinə icma torpaqlarının burada sahibkar kəndlisinə aid olan bir məsələdir. Pay torpaqlarında salınmış bağ yerlərin əvəzinə
pul ödənilmiş. Düzdür. Dövlət sahibkar kəndlərin pay torpaqlarının dəyərini əvvəlcədən sahibkarlara ödəyirdi. Dövlət kəndləri mükəlləfiyyət daşımaqdan ki, burada dedik ki, bayaq qeyd elədik, dövlət kəndlərinə aid deyil bu islahat. Kəndlilər çəmən, otlaq, meşə satın ala bilməz. Bəli, bu düzgündür. Aid olmayan məsələləri istəyirsə 1 və 4 A variantını seçməlisiniz. 23. Xronoloji ardıcıllığı müəyyən edin. Baxın, Satıq Buğra Xaqan titulu 942. Əfrasiyab Qaraxanlı Kisə parçalanır 1042. Curlar tərəfindən süqut edir Qəznəvilər 1087. Hindistana yürüş etmiş Qəznəvi hökmdarı kimdir? Mahmud Qəznəvi 1030-da hakimiyyətdən gedir. Mərkəzi Yenikənd olan dövlətin Mərkəzi Asiyada Seyhun çayı Xəzər arası bu Xəzər dövlətidir 950. Daha doğrusu Oğuz dövləti. Xronoloji ardıcıllıq. Deməli, başlayırıq 1, sonra 5. Ondan sonra 4, 2 və 3. 1, 5, 4, 2, 3 C variantı. Sual 24. Xəritə. Verilmiş cavablardan neçəsi doğrudur? 13-cü, 18-ci əsrin sonlarında Respospolita dövləti ləğv olunaraq arasında bölüşdürülür. 4 və 5 düzgündür. Asiya ilə Rusiya Respospolitanı sözü gedən dövrdə bölürlər. Yəni bu plus. 20-ci əsrin 30-cu illərin ikinci yarısında tək partiyalı sistem mövcuddur. Baxaq 1 və 3. Almaniya, Osmanlı aid deyil. Türkiyə, Almaniya, Türkiyə aid deyil. Yanlışdır. 1798 Napolyon Misir ələ keçirir, aralarında müharibə başlayır. Baxaq 1 və 2. Fransa ilə Osmanlı. 1798 düzgündür. Napolyonun Misirə yürüşü ilə bağlı Osmanlı ilə Fransa arasında mübarizə başlayır. 19-cu əsrin birinci yarısında bu dövlətlər ittifaq müqaviləsi imzalayıb. 2 və 5 Fransa ilə Rusiya. 19-cu əsrin birinci yarısında. Fransa ilə Rusiya deməli, üçlər ittifaqı yaranır 19-un ikinci yarısında, birinci yarısında yox. 1866 aralarında gedən müharibəyə Napolyon bir tərəf qalır. Baxaq 3 və 4 Almaniya, Asiya-Prusiya müharibəsində bəli Napolyon bir tərəf qalır. Düzgündür. Neçəsi doğru verilib? 3 dənə hadisəni plusladıq. Y variantı düzgün olacaq. Dəyərli müəllimlər, sual 25. Xəritədə verilmiş dövlətlərə aid uyğunluğu tapın. Yunanistan və Roma. Eradan əvvəl 53 Karra döyüşünə söhbət gedir. Atropatena qalib gəlməyib. Dövləti idarə etmək üçün konsul bəli Romada var. 6-cı əsrdə eradan əvvəl cəmiyyətdəki mövcud gərginlik tiranlığın yaranmasına səbəb olur. Bu Yunanistan tarixinə aiddir. Salon islahatından sonra eradan əvvəl 6-cı əsrdə cəmiyyətdə tiranlıq yaranır. Eradan əvvəl 5-ci əsr ikinci yarısında şəhər dövlətlər Afina-Sparta müharibəsindən dolayı Yunanistanda zəifləyir. Karfageni öz əyalətinə çevirən eradan əvvəl 146 Pun müharibəsi nəticəsində Romaya aiddir. 1-ə B-yə, 2-yə C-dir. C variantı düzgündür, bəli. Və sual 26. Kəsranilər sülaləsinin hakimiyyəti dövründə baş vermişdir. Kəsranilər hakimiyyətdə 1027-1382 1075 Dərbəndin Fərbüz tərəfindən tabe edilməsi, 1120 Davidin Şabran Buğurt qalasını ələ keçirməsi, 1160 Aksistan Eldənizlərin vassalasılığındadır. Qara Yusif Dərbəndilər dövrünə aiddir. Elxanilərin süqutundan sonra 1367. Deməli, Y variantı da düzgündür. Bəli, Kəsranilərə düşür. Çavuz Şeyqubad Şeyx Üveysə xərac verməkdən imtina edir. Deməli 4 D variantı. 29. Keçən zaman müddətinə əsasən uyğunluğu müəyyən edin. A variantı Roma Respublika quruluşu yaranır, yəni 509. 435 il sonra Spartak üsyanı baş verir və 16 il sonra
Hun imperiyası, Böyük Hun 2 yerə parçalanır. ASY, deməli B variantı düzgün olacaq. Və 30. Yanlış variantı müəyyən edin. Əziz müəllimlər, gəlin baxaq. İlk xəlifələr dövründə Aralıq dənizinin qərbində yerləşən Suriya xilafətə birləşir. İspaniya Əməvilər tərəfindən Kordova, bəli, 762-ci ildə. 9-cu əsrdə Misir, Əfqanistan, Bağdad xilafətindən ayrılır. Patiya döyüşündə Franklar ərəbləri məğlub edir. 732 Avropa yürüşlərinin qarşısı alınır. 9-cu əsr ikinci yarısından xilafətdə türklər Möhtəsimin dövründən başlayaraq mühüm rol oynamaya başlayır. Amma burada bəli, Aralıq dənizinin qərbi Suriya deyil, şərqində yerləşən bir dövlət olduğuna görə A variantı yanlış olacaq. 31. Səbəb-nəticə əlaqəsinə aid bir sual. Almaniyanın Polşanı işğal etməsi, Böyük Britaniya və Fransanın ona müharibə elan etməsi. Düzgündür. Potsdam konfransı ikinci dəfə Tehranda açılır. 1940 Finlandiyanı işğal edə bilmir və 1941-ci ildə Yugoslaviya, Yunanistan işğal olunur və Balkanlarda İngilislərin mövqeyinə ciddi zərbə vurulur. 1 və 4 D variantı düzgündür. 32. Roma Respublikası niyə dövlətə çevrilə bilmir? Çünki vəzifəyə adlı sanlı adamlar, quldarlar seçildiyinə görə. 33. Yanlış variantı müəyyən edin. Baxın, burada Asuriyan hücumları 9-cu əsrdən deyil. Azərbaycan ərazisinə 2-ci minillikdə eradan əvvəl Asuriyan hücumları var. Bu variant yanlışdır. 34. Xronoloji ardıcılığı müəyyən edin. Şimali Koreya, Cənubi Koreyanı işğal edir 1953. 5 günlük Gürcüstan-Rusiya müharibəsi 2008. Daşkənd müqaviləsi 92 hissənin hərbi əmlakı bölüşdürülür və Difai partiyası Aslan bəy Xoyskini İstanbula 1915-də göndərib. Deməli 1, 2, 3, 4, SSR-nin ABŞ-a tanınmasını qeyd etmədik 1933. Bəli, xronoloji ardıcıllıq. Deməli burada 1915, sonra 1933, daha sonra 1953, 1992 və müharibə 5 günlük. 5, 4, 1, 3, 2. C variantı düzgündür. 35. Uyğunluğu müəyyən edin. Xarəzmşah Cəlaləddinin Gəncədə baş vermiş Bəndər üsyanı, xeyr, bu üsyanın sadəcə sosial dayağının zəif olduğunu göstərir. İlk gəlişi bəli Səlcuqların 11-ci əsrin ilk 10 illiyinə düşür. 15-ci əsrin əvvəllərində Teymura qarşı bu üsyanlar yoxdur. Teymurilərə qarşı olsa düzgün götürə bilərsiniz. Azərbaycan fəthinin yeni mərhələsi Alp Arslan, bəli 1066 Şirvanşahların işğalını görürük. Mahmudabad şəhəri Qazan xan dövründə Məhəmməd Olcaytunun əvvəlki dövrdə, bəli, düzgündür. Yanlış olanı götürməli isə 5-i götürəcəksiniz. Çünki Şirvanşahlar 15-in birinci yarısında olduğu kimi, ikinci yarısında Qaraqoyunlu ilə düşmən münasibətdə olsa, biz onların Samur döyüşündə müttəfiq olduğunu görürük. 2 və 5 D variantı düzgündür. 1860 Pekin müqaviləsinin şərtlərini reallaşdırmağa mane olur. Baxın, Yansın bir hissəsinin Taypinlərin nəzarətində olması 50-64 Taypin hərəkatı. 37. Verilənlərdən neçəsi 47 kəndli əsasnaməsinə aiddir? İslahat Bakı quberniyasına düşmür. Bakı quberniyası 1859-da yaranıb. Bəylərin kəndli üzərində inzibati polis, bəli, alır. 46-da alır və 47 əsasnaməsi təsdiqlənir. Bu qərar yalnız Sahibkar kəndlisinə aiddir, bu da düzgündür. Sahibkar kəndlisinə ümumi bir ad, mülkədar tabelisi 46-da verilib. 18 gün hamılıqla biyara çıxmalıdır və sahibkar kəndlər formal olaraq dövlət kəndləri təbəqəsinə aid edilir 46 əsasnaməsində. Yanlışdır. 3-ü doğru olduğuna görə D variantını götürəcəksiniz. 38. Yaponiya burja inzibati islahatlarına aid deyil. 1868. Prefekturalar ləğv edilib, knyazlıqlar yaradılmır. Əksinə, knyaz mülkləri prefektura ilə əvəz olunur. Gördüyünüz digər Avropa nümunəsi nazirliklər, samuray dəstələri ləğv edilməsi, azadlıqlar, qubernator statusunun verilməsi, bunlar düzgün məsələlərdir.
Bunları da əzbərləyin. İlham Əliyevin 4-cü prezidentlik dövrünə aiddir. Dost mərkəzinin açılması. Bəli. Və 40-cı sualımız. Osmanlı dövlətinin 16-cı əsrin aid olmayan yanlış variantı müəyyən edin. Səlim Əlcəzairi ələ keçirir 1518. Ədirnə paytaxta çevrilir 1462. 1362. 1362. Bəyazit Serbiya müstəqilliyinə son qoyur. Deməli, hakimiyyət ili 389-dan hakimiyyətdə olur da 1402 kimi. 1402. Bu Bəyazidin dövrü. Səfəvi dövlətini tanıyır. Bəli, 16-cı əsrdə 2-ci Bəyazid Şah İsmayılı. Bu 1 və 4 düzgündür. Bizans imperiyası asılı hala salınması 1453, yəni yanlışdır. Belqradın tutulması 1521 Süleyman tərəfindən 6 da düzgün olacaq. 1, 4, 6. Yanlış variantı deyir. Hə, 235. 235 C variantı. İllərini də qarşısında qeyd etdim. Və dəyərli müəllimlər, izahımızın sonuna yaxınlaşdıq. MİQ imtahanında hər birinizə bol şans, uğurlar arzulayıram. İnşallah ki, istədiyiniz nəticəni əldə edəsiniz. Və istədiyiniz nəticəyə çatmaq üçün, yəni uğura gedən yol FES Akademiyadan keçir. Sürət qruplarımıza qoşulub maksimum nəticə toplaya bilərsiniz. Hər birinizə uğurlar.